Peyğəmbərimizin Allahın salamı olsun ona və əhl-i beytinə ilk qız nəvəsi Həzrət Əli və xanım Fatimə-i Zəhra əleyhissalamın ilk qız övladı İmam Həsən və İmam Hüseyn və Əbəlfəz ağanın bacısı Kərbəla qəhrəmanı xanım Zeynəb salamullahi əleyhanın mövludu münasibətilə hamınızı təbrik edirəm. Adı Zeynəbdir, salamullah əleyha. Bu adı Xəsais-ü Zeynəbiyyə kitabına əsasən Cəbrail mələk əziz Peyğəmbərimizə gətirib o xanıma vermişdir. Peyğəmbər o adı verdikdən sonra bir cümlə buyurur. Peyğəmbərimiz öpdü və belə dedi. Ümmətimin burada olanları, burada olmayanlara çatdırsınlar. Nəyi? Bu xanımın kəramətini, üstünlüyünü başa salsınlar. O, öz nənəsi xanım Xədicə kimidir. Xanım Xədicə böyük xanım olub, salamullah əleyha. Xanım Zeynəbi Peyğəmbər məqamını tanıtdıranda onun kimi adlandırmışdır. Allah Taala bu günlərdə xanım Zeynəbin yolunu gedən, xanım Zeynəb kimi qeyrət çəkib, haqqı müdafiə edən, İmam Hüseyn yolunu davam elətdirən, hətta qızılından belə, qiymətli əşyasından belə keçən, yardım edən Fələstinə, Livanda olan məzlumlara malı ilə, canı ilə kömək edən Zeynəbləri də xanım Zeynəblə bir yerdə məhşur eləsin.